أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Tövhidin mərkəzi Əhl-i Beyt. Yəni onlarda tövhiddən t hərfi də yoxdur ya. Yəni onlarda, yəni şiəlikdə tövhiddən t hərfisi də belə yoxdur. Kürsi nədir? Kürsi iki ayağın qoyulduğu yerdir. Allah Taala'nın iki ayağının qoyulduğu yerdir. Allah Taala'nın iki ayağının qoyulduğu yerdir. Bu əhl-i sünnənin etiqadıdır. Allahu Ekber. İki ayağın qoyulduğu yerdə sənin ağlına başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Çünki qiyamət günü Allah Taala necə ki hədisdə gəlir. Səhih Buxari Müslimdə ayağını cəhənnəmə qoyacaq. Allah Taala ayağını cəhənnəmə qoyacaq. Cəhənnəm deyəcək ki, doldu. Bəsdir. Allahu Ekber. Ağlıma başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Əhl-i sünnə icma edib ki, Allahın əlinin ədədi 2'dir. Bu icmadır. Burada heç bir ixtilaf yoxdur. Ağlıma başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Əhl-i sünnə və cəmaə isbat edir ki, Allah təbarək və teala'nın barmaqları var. Və bunun isbatı üçün Buxari və Müslimdə rivayət olunan hədisdir. Ağlıma başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Və dediyim kimi, Əhl-i sünnə və cəmaə isbat ediblər ki, ittifaq ediblər ki, Allah subhanahu və teala'nın iki gözü var. Və bu iki gözlərdən görürüz abi. Ağlıma başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Ağlıma başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Rəbbimi yuxumda gənc bir simada gördüm. Üzü tüksüz, saçları qalın sıx və qızıl əqqablar geyinmiş. Bir rivayətdə gəlir ki, وَكَانَ عَلَيْهِ حُلْيَةٌ خَمْرَى Özlərində qırmızı bəzək və bir rivayətdə gəlir ki, yaşıl bir yerdə, digər rivayətdə gəlir ki, qızıl ərşin üzərində və 4 mələk daşıyır.
sənin ağlına başqa bir şey gəlməsin. Allahın əzəmətinə yaraşır bir şəkildədir. Bəsdir, qutardı xurafatlara gelmək. Başqa dinlərdən, Krişnaitlərdən keçən adətlərə.